Salam aleykum, hər birinizi salamlayıram əziz izləyicilər. Bugün gözəl diyarlarımızdan olan Quba şəhərindəyik. Quba şəhərinin möhtəşəm təbiətini bilirsiniz. Onun da yanı sıra çox gözəl qonaqpərvər insanları var. Mən gəldim, həqiqətən burada gördüm. Mənim konseptim hər həftə ölkəmizdə bir rayondur. Siz yazın, gəlin həftə hansı rayona gələk. Və bunu da nəzərinizə çatdırım ki, bu videonu niyə belə paylaşıram bu səfər? Nə əziyyətlər çəkirik, haralardan keçirik, nələrdən qarşılaşırıq, onları görün istədim. O bəzi paylaşımlar eləyirlər, çadırın içində qəlyan çəkim, yemək pişirim. Kamp düzəltmək o deyil. Sizə əziyyət göstərəcəm. Dəstək olun, kanalımıza abunə olun. İnşallah gələn həftə hansı rayon? Yazın, biz gələk. Oh, gözəl Qubamızın gözəl bazarı. Salam əleykum. Yorulmayasınız. Bəh. Kənd çolpasıdır belə. O neçə kilo gələr məsələn? Bu harca 3 kilo. Hə, kilo oynandı, başa düşdün? Ay bunlar da qoy ayrı-ayrı. İkisini də. Ne var? Bunu Bakıda harada tapa bilərsiniz, bunu. Harada tapa bilərsiniz. Ancaq gəlin rayonda gözəl. Yine gözəl məhsullar. Hələ hündüşkamıza bax. Dayı bunu da götürəm, ha, gəl bunu da çək. Hansı televizyon? Sən hansını da öyrənişdir, biz onu da yayınlayaq. Bunu da çək, bu da hündüşkadır da yəqin. Dişid də, hə? İkisini də çək ver, ayrı-ayrı çək. Bu neçə kilo gəldi qardaşım, ikisi bir yerdə. Ayrı-ayrı qoyun da. Ayrı-ayrı. Hayca? 106 manat hündüşkalar edir. 106 manat. Hə. Böyüdür da, bura. Kilosu 20 manat. 3 kilo bu dələ. 3 kilo budur be. Deməli bizə lazımdır pomidor, xiyar, bibarı, meyvəzat da götürək özümüz üçün. Mən seçim, sən seçirsən. Sən seç, mən seçməyim. Bir oradan pomidor da qoyaq. Pomidor tərəfdən verəcəksin. Gəl. Bunlardan verəcəm sizə. Mənə yemək üçün ver, biz salat üçün. Yeməyi də vuracam. Sarımsağım var. Var. Bir diş sarımsaq ver, bir də meyvə götürək də. Soğanım var, soğan, kartof. 2 dənə nar qoy. 2 dənə bəsdir. 3 dənə. Bəsdir 2 dənə. 3 dənə qoy. Sən öyrənişdir 3 dənə qoy. Atısı sənə Türkiyəmi verim, yoxsa yerli? Özümüzünkünə nə gəl? Limon istəyərsən? Hə, limon, mütləq limon. Limon necə seçirlər? Mən məsələn yaxşı limonu necə seçə bilərəm? Yaxşı limon babağı var. Hə. Bu yaxşı. İllərin sənətkarsan, o hardan bildin yaxşıdır? Nazik qabıq ondan. Nazik qabıq daha yaxşıdır, yemək olur. Bibarın acıdır yoxsa? Bibar, ulan şirin bibar. Şirin lazımdır mənə yeməyin içinə vurmağa. Şirin lazımdır. Bu şirin. 3 dənə bəsdir mənə. Nədir ki o? Bizim üçün asoba açılır, gəl bura. Bəh. Buna bax bir dənə. Mən bunu Bakıda haranı gəzsəm tapanmaram da. Həqiqətən bunu tapanmaram Bakıda. Buna bax, bu başqa məsələdir. Bu kassa neçə kilo olar məsəl üçün? Bu yeşikdə olur. Üstə yazılıb, bunu heç əldə girməyir. Hə. 58 zəhmət olması. 20 kilo. Bax. Yox, bir dənə qardaşım məhsulunu göstərmək istəyirəm. Gördünüz suyunu? Gəl bura, gəl. Gələ yaxına. Al, əlimi uzatmışam. Nə olsun biz? Öz malın kimi. Gəl dayım. Yox, mən soyuq şey yedim. Soyuq nə olacaq? Cavan oğlansan, nə olub sənə? Al. Çox gözəl, həqiqətən bal kimidir. Allah'ın olsun. Bu 20 kilodur, 40 manat eləyir. Qoy bunu bütün mənə. Mən sevdiyim məhsul olanda, belə həqiqətən də gözəl məhsul olanda, mən kilo ilə almıram. Amma belə yeşi ilə alıram. Aparıram evə uşaqlara. Belə şeylər yeməlidir uşaqlar, belə şeylərlə böyüməlidir. Sən 2 baş soğan qoy, bir 4-5 dənə də kartof qoy mənim üçün. Başım var olsun. Bunu göyü pay vermiş ya, orada. Çox sağ ol, var ol. Baxım o nədir ki? Kişini şüt. Ay maşallah, pay versən biz üçün. Təşəkkür edirəm. Minnətdarıq. Bunlar yeri məhsuldur, hamısı. Hamısı gözəl Qubamızın məhsullarıdır, xaçmaz məhsullarıdır. Bəh. Dayı biz üçün pay da verir, təşəkkür edirik, dayı çox sağ ol, minnətdarıq. Görürsən, mən deyəndə ki, Quba cəmaatı çox qonaqpərvərdir, deyirdilər belə.
Quba cəmaatı həmişə qonaqpərvər olur. Can, sənin başına dönərəm. Həmişə, həm olsun da. Olsun da nə olacaq? Çəkiliş gedir. Canımız sağ olasın. Bütün rayonlarımız elə qonaqpərvərdir. Biz tez-tez gəlirik Qubaya, amma Buydu bir işləm. dünəndən burada həqiqətən də çox gözəl, qonaqpərvər, çox belə insanları o necə deyək də, adam o qədər gözəl istəyən yanaşır ki, adamın özünə də xoş gəlir. Bizim rayonumuz həmişə olur. Maşallah olsun, Allah həmişə sizləri var edərsin. Bibi, sən nə satırsan, Bibi? Şaraban. Qışın məhsulu. Sən qarışıq nə var belə maraqlı? Bu başqa məsələdir, bax. Üşüdün kapat ona göre rahat ol. Ha. Neçədir bunun kilosu? Kilosu 1 manatdır. Sən bizə Bibican, elə bir 5 kilo 5 kilo 3 dənə ayır. Bir dənə də 10 kilo ayır. Budur bax, dadı budur. Dadı budur həqiqətən. Ləzzət budur, keyfiyyət budur. Xali. Ya Allah nuru. Allah Şad oldu. sağlığı versin. Ay maşallah, nə gözəl. Bunlar haram məhsullardır. Atan burada dəniz balıqları var. Dənizi yox, bizə. balıqları var. Yaxşı hansıdır məsləhətdir? Məsləhətli, sümüklü istəyirsən sümüksüz. Sümüksüz. Sümüksüz sudak balığıdır, ikifaldır, fareldir, belüqamızdır, belə mor. Bunlar sümüksüz, xırda sümük olmayan balıqlar. Hə, xırda sümük yoxdur. Bəs indi bax, farel, kifal, sudak. manqalda hansı yaxşı ola belə Manqalda açıq? yağlısı, bax belə mor yağlıdır, belüqa yağlıdır, farel yağlıdır, sudak yağsızdır, kifal Bu yağı. neçədir məsələn kilosu? 10 kilosu 14-15 manat, balacası 14 manat, böyüklər 15 manat. Bunun kilosu 10 manat. 10 kilosu 35 manat. Bu yaxşı görünür. Bu bəs eləyər bizə. Farel əla, Farel. super. Hə, bunu bir dənə çəkə bilərsiniz, zəhmət olmasa. Gəlin, qardaşım. 14. 21.70'dir, 70 xoş alardınız, 21. Çox sağ ol, var ol. Bu qardaşın yerini də çək, buranı da çək, və qəşə düşsün. Üstə adımız yazdırıb, nömrəmiz yazdırıb, o da çək qardaş. Çəkər niyə çəkmir? Cibimizə bərəkət. Tez yiyin, tez gəlin. Tez-tez gələ edirsən, hə? Hə, gəl qonaq olun. Yaxşı, məhsullarımızı yığaq. Hə, qardaş. Həmən bunları nətəyə götürəcəm. İşte. Mutfaydı. Hədiyyə də, hə. Ha, çox sağ ol, quba alması değil mi? Olmasa. Bəh, bəh. Ha, bu bal deyə alma deyil. Baldır, bal. Baldır, vallahi baldır bu. Qardaşım, sənə yoracaq amma aman vermirlər, özüm yığım. Çox şad oldum. Çıxartma. Başa dönəm. Ağsaqqal. Haqqınızı halal eləyin, Allah işinizi rast gətirsin. İnşallah, Tez-tez gözləyirik. İnşallah, baş üstə. Allah işinizi rast gətirsin. Hə, çıxmışıq qamamı. Cavan uşaqları. Hə, çox sağ ol, var ol. Görürsünüz, bizi hər yerdən izləyirlər. Əlim dolur amma gedək qəşəng ətimizi də alaq. Bazar olsun. Hə Allah, salam aleyküm. Bazar olsun. Sağ ol, xoş gəldin. Necəsiz dayı? Yaxşıyam da. Yorulmayasınız. Çox sağ ol. Gözəl ət lazımdır bizə, qəşəng buğlama eləməyə. Başım var olsun. Bir baxaq görək hələ hara məsləhət görsən. O bir söz var, deyir ət alanda heyvan harasını məsləhət görə bilər. Belə kimi verilir, Aha. belə kimi. Buğlama kimi. Döş əti daha yaxşı olar məncə. Bəli. Yağlı olur, yəni ətli. Gözəl. Onu məsləhət görsənsə elə onu ver. Yəni döş hissəsindən burada bu döşlər bunlardır. Qəşəng, bəh, özü də yağlı. O, Bu döş hissəsidir, bu döş hissəsidir. amma nəsə o daha belə Hə? gözəl görünür. Yanındakı harasıdır məsələn? Bududur. Qol hissəsi. Bu sinədir, döşdə yatır. Şunu bunu doğrayaq biraz bundan. Belə yarısını kəs doğra bizim üçün bəsdir. Olar? Bu var. Sizin kimi cavan oğlanın xətini qoyacaq. Can, başa dönərəm. Hansı hissəsini doğrayın? Bu hissəsini. Bu hissəsini doğra. Az olsa yenə doğrayarıq. Bəh. Hər gün gündəlik gəlir, hə, ətin? Bəli, bazar belə şey olur. Göz 2 gündən bir gündəlik 2 keçirir. Buranın məhsullardır, ancaq buranın heyvanlarıdır, yerli məhsullardır. Maşallah olsun. Qardaşım, Haycan, 14 manatdır, 800. bunu da doğra üstünə. Bunu da doğra. İndi
çəkiliş vaxtı bir də görsən bizim qonaqlarımız da çox olur. Olsun, olsun. Ne, hiç bir problem yok. Doğru, doğru. Tek yiyip içmek olsun falan. Ay, bişmək olsun. Əsas odur. 22 Mart. Gözəl. Çox. Çok olur. Mən sənə qulluq vereyim. Pulu vermişsiniz dolara. Hə, çox sağ ol, var ol. Allah razı olsun. Haqqımı halal elə. Sağ ol. Bazar olsun, şinavan da olsun. Hər şeyimizi aldıq. İndi isə geri yol üstü təndirdən çörəyimizi götürək, kampımızı quraq, yeməyimizi hazırlayaq. Gedək təndir çörəyimizi də alaq. Salam aleykum. Necəsən kişi bala? Yaxşısa? Təndir çörəyim var, qəşəng isti-isti. Ver də 2 dənə bizə. Nə var? Allah canını sağ olsun. Ya, Gəl çörək çəkək. Sağ ol, Allah canını. Səni nəyə xatırladır? Uşaq vaxtı gedirdik nənələrimizin ocağına, babalarımızın ocağına. Orada nənələrimiz, bibilərimiz, analarımız biz üçün hazırlayır da, əsl onun dadını verir. Bunu təklif eləmək istəyirəm ki, izləyicilərimə. Şəhərdən sıxıldınız, nə bilim işdən gücdən sıxıldınız. Mənlə əlaqə saxlayın, gəlin, hər həftə bir rayonu gəzin məndən. Hər şeyimiz mənlikdir. Adın nədir sən? Adil. Adil? Agil. Agil. Məndə də elə Adil oxuyur. Neçə yaşın var? Mənə 15. Məktəbdə də yersən, oxuyursan. İnşallah oxu, oxumaq gözəl şey, diplomumuzu al. Nə vaxt gəzmək istədin, yaz mənə TikTokda ya da YouTube'da yaxşı, əlaqə saxlayaq. Görüşərik, işin havanda olsun, öpürəm səni. Quban hər şey çox gözəldir. Bir dənə sənin nəyi adamı narahat edir? Soyuğu. Maşallah bütün bədənimizdə hiss edirik, amma biz nə demişik? Hər həftə bir rayon. Kanalımıza mütləq abunə olun. Yazın ha, hansı rayona gələk gələn həftə? Yenə gördüyünüz kimi bir çətin maneə ilə rastlaşmışıq. Bu kampın da bu çətinçilikləri olur, amma sağ olsun Rentakar nömrə 1-in avtomobilləri hər zaman, hər yerdə dağ, dərə, daş. Bunun çətinçilikləri də olsa, amma bunun dadını heç yerdə ala bilmərsiniz. Yatağımızı da çıxadaq. Çadır işini ilk dəfə başlayanlar üçün demək istəyirəm ki, əgər bunları sabitləmədən qursaz həqiqətən çətinlik çəkərsiniz, dolmasında da gec olacaq.
İndi çoxu deyəcək ki, niyə əti çayda yuyursan? Yadınızda saxlayın, akarsu hər zaman təmiz olur. Bu evlərimizə gələn sudan belə təmizdir. Bunun yağına bak. Ya buna bak. Buna bak. Dağılır elde. Bosbörtümüz, buğulamamız. Göz haqqınızı halal eləyin. Bu ləzzətləri məncə dadım. Gəlin birlikdə gəzək bütün rayonları. Buna bak bir dənə. Bak. Bu İtalyan şefləri kimi. Bismillah. Götürəm. Buğulamamız da hazırdır. Keçək içəri, nuş edək. Çeynəməyə ehtiyac yoxdur. Bugünkü hər həftə bir rayon çəkişlərimizin Quba hissəsini bitirdik. Mən təşəkkür eləmək istəyirəm. İlk öncə məni izlədiyiniz, dəstək olduğunuz üçün. Bir dənə də xahişim kanalımıza abunə olun. İnşallah daha da böyüyək. Bir daha deyirəm, gələn həftə hansı rayon istəyirsə yazın, biz gəlik ora. Mənim sponsorum nömrə 1 Rentekara təşəkkür edirəm ki, belə möhtəşəm avtomobillər verirlər və mən rayonlarda istədiyim dağa, daşa, bayıra gedə bilirəm. 45 manatdan ta ki helikopter, yaxtıya qədər kiralaya bilərsiniz. 45 manatdan da başlayan qiymətlərdən büdcəvizə uyğun avtomobillər Rentekar nömrə 1-də. Kim də öz məhsulunu, öz işini, biznesini reklam eləmək istəyirsə bizlə əlaqə saxlaya bilər. Qalın salamat, videomuzu bəyənməyi unutmayın.